Afrika materikidir. Yenə qəbula gedərkən baxılması vacib olan mövzulardan biridir və deməli bu mövzuda biz Afrikaya aid olan fiziki, iqtisadi baxımdan Afrika materikini xarakterizə edəcəyik. İlk öncə onu qeyd etmək istəyirəm ki, Afrika materiki dünyada yeganə materikdir ki, 4 yarımkürədə yerləşir. Çünki Afrika materikini həm ekvator xətti kəsir, həm də Greenwich xətti Afrika materikinin qərb hissəsindən keçdiyi üçün Afrika 4 yarımkürədə yerləşən materikdir. Afrikanın şimal hissəsindən şimal tropik xətti keçir, cənub hissəsindən isə cənub tropik xətti keçir. Bu deməkdir ki, Afrika 3 işıqlanma qurşağında yerləşir. Tropik xəttlərinin arası, bax bu hissə tropik işıqlanma qurşağıdır. Şimal tropik xəttindən yuxarıda qalan hissə şimal mülayim işıqlanma qurşağı, cənub tropikindən aşağıda qalan hissə isə cənub mülayim işıqlanma qurşağına düşür. Deməli, Afrika materiki 4 yarımkürə, 3 işıqlanma qurşağında yerləşir. Afrika materikinin ümumi sahəsi 30,3 milyon kvadrat kilometrdir. Afrika materiki Atlantik okeanı və Hind okeanları ilə əhatə olunmuşdur. Atlantik okeanına məxsus olan Aralıq dənizi onun şimal hissəsində, Hind okeanına məxsus olan Qırmızı dəniz isə onun şimal-şərq hissəsində yerləşir. Dünyada yeganə 4 yarımkürədə yerləşən körfəz Qvineya körfəzi də Afrika sahillərində yerləşir. Afrikanın xəritəsinə nəzər salsaq, onun şimal hissəsi daha enli, cənub hissəsi isə ensizdir. Ona görə də şimal hissədə səhraların payı daha çoxdur deyə bilərik. Afrika materikini Avrasiyadan Cəbəli Tariq boğazı, Aralıq dənizi, Suveyş kanalı, Qırmızı dəniz və Babəlməndəb boğazı, bir də burada Ədən körfəzi Afrikanı Avrasiya materikindən ayırır. Bilirik ki, Afrika qədimdə mövcud olmuş Gondwana materikinin tam mərkəzi hissəsində yerləşib. Afrika materikinə məxsus olan ucqar burunlar, deməli, şimalda Tunis dövləti ərazisində yerləşən ucqar burnu Bensekka burnudur. Bensekka burnuna 3 ad veririk biz. Bensekka, Əl-Əbiyyat və ya deməli, Bensekka, Əl-Əbiyyat və Ras Engela da deyirlər. Tunisdə yerləşir ucqar şimal burnu. Afrikaya məxsus ucqar cənub burnu isə Carda yerləşən iynə burnudur. Ucqar şərq burnu Somalidə Ras Həfun burnudur. Ucqar qərb burnu isə Almadi burnudur ki, o da Senegalda yerləşir. Şimal burnu Tunis dövlətində subtropik Aralıq dənizi, codyarpaqlı meşə təbii zonasıdır. Cənub burnu iynə burnu, o da subtropikin Aralıq dənizi, torpağı, qəhvəyi. Şərq burnu Ras Həfun burnu subekvatorial iqlim qurşağındadır. Orada savanna və seyrək meşələr yayılmışdır. Qərbdəki burnu Almadidə subekvatorial iqlim qurşağındadır. Orada savanna və seyrək meşələr yayılmışdır. Afrika materiki ümumiyyətlə çox hissəsi platformadan ibarətdir. Burada tektonik hərəkətlər əsasən onun şimal hissəsi geosinklinaldır, çünki Avropa ilə toqquşma nəticəsində Atlas dağları yaranıb. Bir də şərq sınma zonasında geosinklinal hadisələr müşahidə edilir. Afrika qitəsini relyefinə görə 2 yerə bölürük. Hündür Afrika, bir də alçaq Afrika. Baxın, şimalda və qərbdə qalan hissə Hündür Afrika, cənubda və şərqdə qalan hissə isə alçaq Afrikaya daxildir. Deməli, gəlin baxaq, alçaq Afrikaya nələr daxildir? Böyük səhra, Böyük səhranın içərisində yerləşən Axaqqar, Tibesti və Darfur yaylaları, Darfura Marra platosu da deyirlər. Axaqqar, Tibesti, Darfur, bunlar Böyük Səhrada yerləşən yaylalardır və alçaq Afrikaya düşürlər. Atlas dağları cavan dağlardır. Onun ən uca zirvəsi Topkal 4165 metrdir. O da alçaq Afrikada yerləşir. Senegal ovalığı alçaq Afrikada yerləşir. Burada Jos platosu var. Alçaq Afrikaya düşür. Adamava dağları, o da alçaq Afrikaya düşür və Çad gölünün ətrafında olan çökəkliklər də alçaq Afrikaya düşür. Burada deməli, böyük səhrada küləyin təsiri ilə eol fəaliyyəti, ümumiyyətlə külək olan yerdə eol.
Axaqqar, Tibesti, Darfurda küləyin dağıtması nəticəsində yaranmış şahid dağlardır. Küləyin dağıdıcı fəaliyyəti nəticəsində yaranan şahid dağlardır. Burada Kongo çökəkliyi də məhz alçaq Afrikaya daxildir və burada Kamerun vulkanı var. Baxın, Adamava dağlarının ətəklərində Kamerun vulkanı yerləşir. Kamerun vulkanı Afrika tavasının mərkəzində olan Çadda əmələ gəlmiş vulkandır. Keçirik Yüksək Afrikaya. Yüksək Afrikaya Efiopiya, Somali, Şərqi Afrika yaylası, Kap dağları, Əjdaha dağları, bir də Kalahari çökəkliyi. Ümumiyyətlə Afrikada 3 dənə əsas çökən hissə var. Biri Kalahari çökən hissəsi var burada cənubda, Kongo çökək hissədir və Çad gölünün hövzəsi çökək hissədir. Deməli, Yüksək Afrikaya daxildir Efiopiya yaylası, Somali, Şərqi Afrika yaylası, Kalahari çökəkliyi, Kap, Əjdaha dağları Yüksək Afrikaya, Hündür Afrikaya daxildir. Afrika materikinin ümumiyyətlə ən hündür dağı Kilimanjaro dağıdır. Kilimanjaro dağı ekvator xəttindən aşağıda yerləşir, cənubda yerləşir. Kilimanjaro dağı vulkanik dağdır. O, Şərqi Afrika yaylasının ən uca zirvəsidir, həm də Afrikanın ən uca zirvəsidir. 5895 metr hündürlüyə malikdir. Burada Efiopiya yaylası var ki, Efiopiya yaylası dağlıq yayladır. Hündürlüyü 4000, ən hündür zirvəsi 4620, Rastdaşın zirvəsi hündür yayladır, yəni dağlıq yayla hesab edilir. Sonra qeyd eləyəcəyik ki, burada Afrikanın ən dərin çökəkliyi Assal gölü -157 metr. O da hansı Afrikada yerləşir? Yüksək Afrikanın ərazisinə düşür. Hündür Afrika olan hissəyə düşür. Çünki Efiopiya yaylasının yanındadır. Sonra biz nə qeyd eləyəcəyik bura haqqında? Afrikanın cənub hissəsində qədim Kap və Əjdaha dağları vardır. Bunlar qədim dağlardır. Seysmik fəallığını itirmiş dağlardır. Relyefi haqqında bir də onun cənub hissəsində qumlarla örtülü, səthində çoxlu qumların olduğu Kalahari çökəkliyi və ya Kalahari səhrası da deyə bilərik. Kalahari səhrası da yerləşir. Sonra biz Afrika haqqında, relyefi haqqında nə deyəcəyik? Afrikanın faydalı qazıntıları. İşarələrə də diqqət yetirsək, biz görə bilərik ki, Afrikada hansı faydalı qazıntılar var. Məsələn, cənub hissədə biz cənubda mis işarəsini görürük. Deməli, Cənubi Afrika ərazisində mis var. Bundan başqa dəmir işarəsi, manqan işarəsi görürük. Deməli, Cənubi Afrikada həm dəmir, həm manqan, qızılın işarəsini görürük. Qızıl, almaz, platin işarəsi görürük. Deməli, Cənubi Afrika ərazisində bu faydalı qazıntılar yayılmışdır. Sonra Madaqaskarda qrafit işarəsini gördük. Qrafit ehtiyatı geniş yayılmışdır. Gəldik Afrikanın əsas mis qurşağı onun mərkəzindədir. Mərkəz hissədə fikir verin, burada mis daha çoxdur. Zambiya, Zimbabve, Kongo dövlətləri ərazisində mis ehtiyatı çoxdur. Afrikada qızıl əsasən onun cənubunda və qərb hissədə qızıl çoxdur. Fikir verin, işarədən də görünür, qərb tərəfdə qızılın işarəsini görürük, çoxluq təşkil edir. Sonra Atlas dağları əsas fosforit qurşağıdır deyə bilərik. Bir də Afrikanın qərb hissəsində burada almaz ehtiyatı da var. Üstəgəl də boksit yataqları Qvineya dövlətində boksit ehtiyatı da geniş yayılmışdır. Afrikanın şimalında Atlas dağlarında fosforit yatağı geniş yayılmışdır. Fosforit qurşağıdır. Sonra Aralıq dənizi sahillərində, Liviyada, burada ovalıqlarda neft ehtiyatına rast gəlirik. Neft və Əlcəzairdə qaz ehtiyatı da geniş yayılmışdır və Qvineya körfəzi sahillərində isə neft yataqlarına rast gəlirik. Bunlar da Afrikanın faydalı qazıntıları. Və Cənubi Afrika Respublikasında Tautona qızıl mədəni vardır, qızıl şaxtası vardır. Sonra biz Afrikanın çayları haqqında danışacağıq. Ümumiyyətlə, Afrika materiki ekvatorial, subekvatorial, tropik iqlim qurşağında yerləşir və dünyanın ən uzun çayı olan Nil çayı da məhz Afrika ərazisindədir. Afrikada
Çaylar, daxili axarsu hövzəyə tökülən çaylar da var, yəni daxilə tökülən çaylar, okeanlara tökülən çaylar da var. Üçdə bir hissəsi, çayların üçdə bir hissəsi Afrikada məhz daxilə tökülür. Burada Atlantik okeanına da, Hind okeanına da üçdə bir hissəsi isə daxili axarsu hövzəyə tökülən çaylardır. Materikin çaylarının çox hissəsi hidroenerji ehtiyatına malikdir. Kongo çayının üzərində iki əsas şəlaləsi var. Stanley və Livingstone şəlalələri Kongo çayının üzərindədir. Zambezi çayının üzərində isə burada Victoria şəlaləsi yerləşir. Materikin ən enli şəlaləsidir. Dünyada ikinci ən hündür şəlalə olan Tugela şəlaləsi də Cənubi Afrika ərazisində, Cənubi Afrika dövlətinin ərazisində Tugela çayının üzərindədir. Ümumiyyətlə dünyada birinci ən hündür şəlalə Anheldir, bunu bilirik. İkinci isə Afrikada Tugela çayı üzərində Tugela şəlaləsidir. Ümumiyyətlə Afrikada astana şəlalələr çoxdur. Bilirik ki, astana və şəlalələrin olması da çay nəqliyyatına mane olur. Baxırıq Afrikanın çaylarından. Atlantik okeanına tökülən Nil çayı qeyd edəcəyik. Nil çayı töküldüyü yerdə delta yaradır. Onun qolu olan Mavi Nil öz başlanğıcını Efiopiya yaylasından götürür və Sudanın Xartum şəhərində Ağ Nillə qovuşur. Ağ Nil öz başlanğıcını Victoria gölündən götürür. Deməli, Ağ Nil Victoria gölündən götürür, Mavi Nil Efiopiyada, Efiopiya yaylasında olan Tana gölündən öz başlanğıcını götürür. Gəlir, bu iki çay birləşir və gedir Aralıq dənizinə tökülür. Nil çayı töküldüyü yerdə delta yaradır, yəni qollara ayrılır. Bu deltanın olması da deməli, Nil çayı töküldüyü yerdə delta yaradır və həmin delta da əhali sıx məskunlaşıb. Ümumiyyətlə, Nilin deltası əhalinin sıx olduğu yerlərdən biridir. Sonra Nil çayı üzərində iki dənə su anbarı var. Victoria, bir də Asuan su anbarı. Asuan su anbarı Misirin ərazisində yerləşir. Nil çayı yay aylarında bol sulu olur. Səhradan keçir, böyük bir məsafədə səhradan keçir, amma qurumur. Çünki onun başladığı yer, yuxarı hissəsi ekvatorial və subekvatorial iqlim qurşağına düşür. Burada yağıntı çox düşdüyünə görə bu çay qurumur. Testdə belə bir sual var. Kongo çayı uzunluğuna görə Afrikada ikinci uzun çaydır. Ekvator xəttini 2 dəfə kəsir və Atlantik okeanına birbaşa tökülür. İl boyu səviyyəsi sabitdir. Üzərində 2 dənə su anbarı var. Livingstone və Stanley su anbarı. Sonra burada Niger çayı var. Niger çayı Qvineya körfəzinə tökülür. Niger çayını da Greenwich xətti kəsir. Greenwich xəttini kəsir. Deməli, həm Kongo çayı, həm də Niger çayı 3 yarım kürədə yerləşən çaylardır. Niger çayı da delta yaradır Nil kimi. Amma Kongo çayı estuari yaradırdı. Bunu da unutmayaq. Sonra gəlir burada Volta çayı da delta yaradır və burada Senegal çayı birbaşa Atlantik okeanına tökülən çaylardan biridir. Senegal çayı da delta yaradan çaylardandır. Gəlirəm Zambezi çayına baxırıq. Zambezi çayı Mozambik boğazına tökülən çaydır. Hind okeanına tökülür. Zambezi çayının orta hissəsində şəlalələr çoxdur. Bayaq da qeyd elədim. Burada Victoria şəlaləsi yerləşir. Zambezi çayı üzərində Kabora Bassa və Kariba su anbarları vardır. Volta çayının üzərində də Volta su anbarı yerləşir. Sonra biz dedik ki, Afrikada sınma zonası var. Qırmızı dənizdən Zambezi çayına qədər olan bu hissə sınmaya məruz qalır. Ona görə də Somali yarımadası Afrikadan ayrılacaq gələcəkdə. Yavaş-yavaş bu hissə qırılır. Bilirik ki, Qırmızı dəniz böyüyür, Aralıq dənizi isə getdikcə kiçilir. Və bu qırılma zonası ki var Qırmızı dənizdən Zambezi çayına qədər. Burada yuxarıya qalxan hissələr Horst, aşağıda qalan, aşağı düşən hissələr isə Graben adlanır. Sonradan bu Grabenlərə su yığılır və Graben göllər əmələ gəlir. Burada Afrikanın şərq hissəsində Graben göllər çoxdur. Bunlardan Nyasa, Tanganyika, Rudolf. Rudolf duzludur, amma Nyasa ilə Tanganyika şirin sulu göllərdir. Bunlar Graben'də yaranıb. Nyasa gölü ilə Tanganyika gölünün oxşarlığı odur ki, hər ikisi Graben'də yaranıb. Sadəcə Nyasa gölündən başlayan çay Hind okeanına tökülür. Tanganyika gölündən başlayan çay isə Atlantik okeanına tökülür. Yəni hövzələri fərqlidir deyə bilərik. Sonra materikin ən böyük gölü olan Victoria gölü
tektonik əyilmədə yerləşən göldür. Bu əyilmədə yerləşən. Mavi Nilin başladığı Tana gölü uçqundan yaranıb. Sonra burada relikt mənşəli Çad gölü var. Çad gölü dünyada axarsız olan göllər axarsızdır, amma şirin suludur. Onun şirin sulu olmasının səbəbi deməli şirin sulu olmasının səbəbi yeraltı şirin yeraltı sularla qidalanmasıdır. Deməli, buradan bildik ki, Viktoriya gölü tektonik əyilmə mənşəli göl qrupuna daxildir və üstəgəl də Viktoriya gölü materikin sahəsinə görə ən böyük gölüdür. Deməli, sonra biz qeyd elədik burada ki, Mavi Nil öz başlanğıcını götürür. Deməli, Tana gölündən, bunu qeyd eləyəcəyik, Tana gölündən başlayır. Sonra biz nəyi qeyd eləyirik? Belə, gölləri haqqında və Çad gölü haqqında bayaq da dedim ki, Çad gölü tektonik əyilmədə yerləşir. İqliminə baxırıq. Afrika materikinin iqlimi, ümumiyyətlə Afrikada iqlim təkrarlanır. Bütün iqlim quşaqları burada ekvatordan yuxarı və aşağı təkrarlanır. Ekvatorial iqlim quşağına baxırıq. Ekvatorial iqlim quşağı Kongo çökəkliyi ərazisində yayılmışdır. Onun yuxarı hissəsi subekvatorial. Baxın, fikir verin. Fikir verin, Niger çayının qurtaracağı, gəlib töküldüyü yer ekvatorial iqlim qurşağıdır. Amma Kongo çayının töküldüyü yer subekvatorial iqlim qurşağıdır. Bunlara diqqətlə fikir verin. Nil çayının gedib qurtardığı son hissə subtropik iqlim qurşağına düşür. Deməli, uşaqlar, iqlim qurşaqları mərkəzdə ekvatorial, onun ətrafı subekvatorial. Sonra gəlir, bunlar vilayətlərə bölünmür. Tropik iqlim qurşağı, şimalda heç bir vilayəti yoxdur. Cənubda isə tropik iqlim qurşağının 2 dənə vilayəti var. Baxın, bura qədər tropik kontinental, şərq tərəf isə tropik rütubətli. Madagaskar adasının şimalı subekvatorial, cənubu tropik rütubətli. Sonra yuxarı hissələr subtropik iqlim qurşağının Aralıq dənizidir. Cənubda isə subtropikin Aralıq dənizi cənub-qərbdədir. Cənub-şərqdə isə subtropikin bərabər rütubətlisi yerləşir. Sonra nəyi qeyd eləyəcəyik biz iqlim haqqında? Afrikada ən çox yağıntı düşən Adamava dağlarının ətəkləri, Debunca məntəqəsi. Bax, buraya ən çox yağıntı düşür Afrikada. Afrikada ümumiyyətlə yağışın çox düşdüyü hissələr tropikin rütubətlisinə, ekvatorial iqlim qurşağına yağış çox düşür deyə bilərik. İndi gəlin yağıntının miqdarını xatırlayaq. 2000 mm ekvatoriala, 1500 mm subekvatoriala, 2000 mm, ekvatoriala hardasa 2500 deyək, 2500 mm, subekvatoriala 1500 mm, amma tropikin rütubətlisi 2000 mm. Tropikin rütubətlisinin yağıntı miqdarı subekvatorialdan daha çoxdur deyə bilərik. Buradan da videonu saxlayıb Afrikanın iqlim qurşaqlarına daha yaxından, daha diqqətlə baxa bilərsiniz. Sonra Afrikada olan biz təbii zonalara baxacağıq. Afrikanın təbii zonalarına fikir verək. Ekvatorial iqlim qurşağının daxilində burada rütubətli ekvatorial meşələr yayılmışdır, az miqdarda dəyişkən meşələr. Subekvatorial iqlim qurşağının olduğu yerlərdə savannalar geniş yayılmışdır. Tropik iqlim qurşağının olduğu yerdə həm səhra, həm də az miqdarda fikir verin savannalara da, cənub tropikində savannalara da rast gəlirik. Şimalda isə subtropikin Aralıq dənizi olan yerlərində codyarpaqlı meşələr, cənubda da codyarpaqlı meşələrə rast gəlirik. Somali yarımadasına fikir verin, savanna zonası. Şərqi Afrika yaylası savanna zonası. Madagaskarın sahilləri savannadır. Şimal hissəsi codyarpaq meşə, cənub hissəsi codyarpaq meşə deyə bilərik. Sonra əhalinin deməli vulkanlarına biz baxaq. Afrikada olan vulkanlar. Afrikada fəal vulkanlardan Kilimanjaro vulkanı. Sonra burada fəal vulkanlardan deməli Karisimbi vulkanı. Fəal vulkanlardan Kamerun vulkanı var. Bir də burada Kanar adalarında Tayde vulkanı var. Sönmüş vulkanlardan isə Kenya vulkanı. Palçıq vulkanı isə burada Misirdə, çünki neft olduğu üçün Misir ərazisində palçıq vulkanlarına da rast gəlirik. Sonra biz Afrikanın əhalisindən danışacağıq. Əhalinin sıxlığı. Bu sıxlıq xəritəsidir. Fikir verək, Afrikada əhali harda sıxdır? Əsasən Avropa sahillərində sıxdır. Qvineya
Gviney körfəzi sahillərində əhali sıxdır, çünki buralara yağış çox düşür və bir də cənub-şərq hissəsində əhalinin sıxlığı çoxdur. Böyük Səhrada və Kalahari səhrasında, cənubda Namib, Kalahari səhralarında və mərkəz hissədə Kongo çökəkliyində əhali sıxlığı azdır deyə bilərik. Ümumiyyətlə Afrika əhalisinin Afrika əhali sayı baxımından Afrikada əhalisinin sayı çox olan dövlətlər var. Məsələn, Nigeriya 200 milyondan çoxdur əhalisinin sayı. Məsələn, Efiopiya 100 milyondan çoxdur. Misir, bunlarda 100 milyondan çoxdur əhalinin sayı. Efiopiyada, Misirdə, Kongoda da 100 milyona artıq yaxınlaşıb əhali. Burada əhalinin sayı çox olan dövlətlər. Deməli, Nigeriya, onu Afrikanın Hindistanı da adlandırırlar. Əhali çoxdur, həm də federativdir. Kongo əhalisi çoxdur, Efiopiya və Misirin əhalisi çoxdur deyə bilərik. Sonra Afrikanın əhalisinə baxırıq. Afrikadan əsasən insanlar gedir. Yəni emiqrasiya edir. İnsanlar Afrikaya köçmür. Çünki Afrikada həyat şəraiti o qədər də yüksək deyil. Həyat şəraitinin yüksək olmamasının səbəbi uzun müddət müstəmləkə altında olub. Avropa dövlətlərinin müstəmləkəsi olmuşdu. Afrikada əhali əsasən Şimali Afrikadan gedirlər Avropaya və Ərəbistana gedirlər. Bir də burada daxili miqrasiya var. Cara insanlar Zambiyadan, Zimbabvedən, Namibiyadan cara miqrasiya edirlər. Sonra gəlirik Afrikada dil ailələri. Afrikanın dil ailələrinə baxacağıq biz. Deməli, Afrikanın şimal hissəsi Afro-Asiya dil ailəsidir. Afro-Asiya dil ailəsi onun şimal hissəsində geniş yayılmışdı və Sami-Hami dil qrupudur. Sonra Afrikanın cənubunda Hind-Avropa İngilis dili yayılmışdı. Sonra burada Botswana, Namibiya ərazisində Khoisan dil ailəsi var. Bunlar Afrikaya məxsus olan dil ailəsidir. Sonra biz qeyd eləyəcəyik ki, burada qərb hissədə Niger Kardofen dil ailəsi var bu hissədə və bir də burada Bantu xalqlarının olduğu dil ailəsi. Bizə bu xırdalıqlar lazım deyil. Sadəcə olaraq elə dil ailəsinin olduğu yerlərə bir dənə nəzər salarsınız. Sonra gəlirik Afrikada okeana çıxışı olmayan dövlətlər. Okeana çıxışı olmayan dövlətlər burada Mali. Baxın, Mavritaniya adı uzun olan M hərfinə. Mavritaniya okeana çıxışı var, amma Malinin okeana çıxışı yoxdur. Sonra Niger okeana çıxışı yoxdur. Burkina Faso okeana çıxışı yoxdur. Çad yoxdur. Mərkəzi Afrika yoxdur. Cənubi Sudan yoxdur. Efiopiya yoxdur. Uganda çıxışı yoxdur. Ruanda, Burundi bunların da çıxışı yoxdur. Sonra biz buradan Zambiya, Zimbabve, Botswana, Malawi, bir də Lesotho və Eswatini dövlətlərinin okeana çıxışı yoxdur. Bunları təzdən, yenidən bir də nəzər salırsınız, hansı dövlətlərin okeana çıxışı yoxdur. Sonra biz Afrikanın faydalı qazıntıları haqqında danışacağıq. Afrikada hansı faydalı qazıntılar var? Afrikada neft ən çox neft olan Nigeriya OPEC-in üzvüdür. Angola burada OPEC-in üzvüdür. Əlcəzair, Liviya OPEC-in üzvləridir. Bunlar neft ehtiyatı bunlarda vardır. Nigeriyadan neft Avropaya daşınır gördüyünüz kimi, amma carda neft yoxdur. Ona görə car neftini hardan alır? Ərəb ölkələrindən neft alır. Diqqətlə fikir verirsiniz. Gəldik qaza. Əlcəzairdən qaz İtaliyaya və İspaniyaya boru kəməri vasitəsilə daşınır. Qaz ən çox Əlcəzairdədir deyə bilərik bunlar arasında. Sonra buradan nəyi qeyd edəcəyik? Burada da carda İES-lər, istilik elektrik stansiyaları üstündür. Efiopiyada isə su elektrik stansiyaları üstünlüyü təşkil edir. Gəldik kömür. Kömür yataqları burada carda Kap dağlarında kömür var. Boksit yatağından Qvineyada bayaq da qeyd elədik. Boksit var. Sonra gəlirəm baxıram. Carda manqan var. Manqan ehtiyatı carda var. Bayaq da qeyd eləmişdik. Titan Əjdaha dağlarında var. Əjdaha dağlarında var. Neft, qaz Qvineyada var. Qaz Şimali Afrikada, Əlcəzairdə var. Kömür carda Kap dağlarında var. Fosforit Atlas dağlarındadır. Dəmir Liberiyada, carda var.
Uran da Carda mövcuddur. Uran ehtiyatına da Car dövlətində rast gəlinir. Sonra biz nəyi qeyd edəcəyik? Kənd təsərrüfatı məhsullarına baxacağıq. Afrika ümumiyyətlə bərk buğdanın vətənidir. Efiopiya bərk buğdanın vətənidir. Yumuşaq buğdanın vətəni isə Qafqaz dağlarıdır. Efiopiya bərk buğdanın vətənidir. Afrikada buğda çox az bir hissəsində, şimal hissəsində, bir də cənub və şərq hissəsində yayılmışdır. Efiyopiyada da var. Amma tələbatı ödəmir. Çünki əhali sayı çoxdur. Ona görə də fikir verirsinizsə, Afrika buğdasını alır, deməli Avstraliyadan əldə eləyir, Amerikadan buğda əldə eləyir, alır. Sonra biz Afrikanın kənd təsərrüfatı üçün deyəcəyik ki, qoyunçuluq. Qoyunçuluq səhra dövlətlərində daha çox yayılmışdı. Qoyun bilirsiniz ki, səhrada geniş yayılır. Məsələn, qoyun Sudanda, Carda, Əlcəzairdə, Mərakeşdə. Dəvəçilik dəvə ərəb ölkələrində olduğu kimi belə bir deyim də var, dəvəsi ölmüş ərəb. Ərəb ölkələrində olur və Şimali Afrikadadır. Qarğıdalı biz Avstraliyada da qeyd eləmişdik, əkilir. Afrikada da Carda qarğıdalı əkilir. Cənubi Afrika Respublikası. Pambıq isti yerlərdə olduğunu bilirik. Ona görə də Misir, Sudan və Mali dövlətlərində pambıq. Qəhvə. Qəhvənin vətəni ümumiyyətlə Efiopiyadır. Efiopiya qəhvənin vətənidir. Amma bugün dünyada ən çox qəhvə satan Cənubi Amerikadır. Vətəni Efiopiyada, elə Efiopiyada da, Ugandada da çox əkilir. Kakao Afrikanın qərb tərəfində, Qana, Côte-d'Ivoire, Senegal, bax qərb tərəfdə kakao. Fikir verin, şərq tərəfdə, Efiopiya tərəfdə qəhvə, qərb tərəfdə isə daha çox kakao. Çay Keniyada, banan isə Tanzaniyadadır deyə bilərik. Sonra Afrikanın ucqar burunları haqqında biz danışdıq. Onun şimal ucqar burnu Tunisdə Ras Engela, Əl-Əbyad, Bensekka, cənub burnu Carda, iynə burnu iqlimlərini də qeyd eləmişdik. Sonra biz Afrikanın deməli dəmiri daha çox olan dövlətləri bayaq da qeyd elədim. Dəmir Carda, Liberiyada daha çoxdur. Bir də burada Mavritaniya ərazisində. Polad əritmə. Baxın, bu bənövşəyi kvadrat poladdır. Dünyada fikir verin, polad Çində, Yaponiyada, Rusiya, Carda da polad əridilir deyə bilərik. Sonra biz Afrikanı bəzi məşhur xətlər kəsir. Məsələn, Əlcəzair, Mali, Burkina Faso, Qana və Togodan Qrinviç xətti keçir. Qrinviç xətti Əlcəzairdən keçir, Malidən keçir, deməli Burkina Faso, Qana və Togodan keçir. Sonra biz Afrikanın siyasi xəritəsinə nəzər salacağıq. Uşaqlar, Afrika ümumiyyətlə inkişaf etmiş bir region deyil. Afrikada cəmi bir dövlət inkişaf edib. O da Cənubi Afrika Respublikası. İnkişaf etməsinin səbəbi köçürmə kapitalist dövlətdir. İngilislərin müstəmləkəsi altında olmuşdur. Sonra bir də yeni sənaye ölkəsi var Afrikada, Tunis. Afrikanın nisbətən şimali hissəsi Misir, Liviya, Tunis, Əlcəzair və Mərakeş, bunlar nisbətən yaxşı inkişaf ediblər. Bunun səbəbi də bilirsiniz nədir? Avropaya olan yaxınlığı. Ümumiyyətlə, bu adların sadaladığım dövlətlər Mediterrana, qədim sivilizasiyanın bir hissəsi olmuşdu. Avropa ilə bunlar bir sivilizasiyanın tərkibində olmuşdu. Ona görə də bugün tarixi, coğrafi obyektlərdə bu öz belə deyim, birliyini qoruyub saxlayır. Afrikada federativ dövlətlər var, bir də monarxiya. Monarxiya 3 dənədir. Lesotho, Esvatini və Mərakeş. Bu 3 dənə monarxiya dövləti var. Federativ dövlətlər Car federativdir. Sonra burada Efiopiya federativdir, Somali federativdir, Tanzaniya, Sudan, Cənubi Sudan və əhalisi ən çox olan Afrika dövləti Nigeriya. Niger çayının da qurtaracağı məhz Nigeriya dövlətinə düşür. Sonra Afrikada ən geri qalmış dövlətlər var. Mali çox geri qalıb. Məsələn, biz Malini qeyd edirik. Çad çox geri qalmış dövlətdir. Somali, hamınız bilirsiniz, onsuz da Somali çox geri qalmış dövlətdir. Burada Malawi
dövləti geri qalıb və Botsvana dövləti də geri qalmış dövlətlərdən hesab edilir. Dərs bu qədər. Ümid eləyirəm ki, yararlanarsınız. Dəfələrlə təkrar baxın.